Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün sizə Kia markasının taleyini dəyişən, onun büdcə avtomobili imicindən çıxardıb orta sinifdə ciddi oyunçuya çevirən modeldən danışacağım. Kia Optima TF. Bu avtomobil Kia üçün sadəcə yeni nəsil deyildi. Bu model ilə Kia açıq şəkildə göstərir ki, artıq Toyota Camry, Honda Accord və Volkswagen Passat kimi modellərlə eyni səviyyədə mübarizə aparmaq niyyətindədir. Kia Optima TF 2010-2015-ci illər arasında istehsal olunub və Optima ailəsinin 3-cü nəsli hesab olunur. Bəzi bazarlarda bu modeli Kia K5 adı ilə də tanıyırlar. Avtomobil D segmentində yer alır və həm dizayn, həm də təchizat baxımından dövrü üçün kifayət qədər iddialı idi. İlk olaraq dizayndan başlayaq. Kia Optima TF'nin xarici görünüşü Kia üçün tam bir dönüş nöqtəsi oldu. Bu dizaynın arxasında Audi'dən Kia'ya transfer olunan məşhur dizayner Peter Schreier dayanırdı. Onun yaratdığı Tiger Nose ön barmaqlıq forması bugün Kia'nın əsas dizayn imzasıdır. Ön hissədə avtomobil alçaq, enli və aqressiv görünür. Faralar iri formatdadır. Bəzi komplektasiyalarda LED gündüz işıqları da mövcuddur. Uzun kapot və axıcı xətlər avtomobilə daha bahalı görüntü verir. Yan profildə kupeye yaxın siluet hiss olunur. Disk ölçüləri komplektasiyadan asılı olaraq 16-dan 18 düymədək dəyişir. Bugün belə yolda Optima TF görəndə köhnə təsir bağışlamır və hələ də vizual olaraq güclü görünür. Salonda keçəndə isə bizi daha sakit, amma funksional bir interyer qarşılayır. Kia burada show effekti yox, rahatlıq və ergonomikaya üstünlük verib. Ön panel sürücüyə tərəf biraz çevrilib, düymələr məntiqli yerləşdirilib və istifadəsi rahatdır. Material keyfiyyəti sinifinə görə normaldır. Üst hissələrdə yumşaq plastiklər, alt hissələrdə isə daha sərt materiallar istifadə olunub. Alətlər paneli klassik analoq göstəricilərdən ibarətdir. Mərkəzdə isə bazardan asılı olaraq 4-dən 7 düymədək multimedia ekranı yerləşir. Oturacaqlar geniş və rahatdır. Uzun səfərlərdə insanı yormur. Arxa oturacaqlarda diz məsafəsi yaxşıdır. Bagaj həcmi təxminən 460 litrdir və gündəlik istifadə üçün tam kifayətdir. İndi isə Optimanın mühərriklərinə keçək və hər birini texniki tərəfdən izah edək. Ən sadə etibarlı benzin variantı 2.0 MPI atmosferik mühərrikdir. Bu mühərrik 150 at gücü və 196 Nm tork hasil edir. Şəhər daxilində orta hesabla 10-11 litr, uzun yolda isə 7-8 litr yanacaq sərf edir. Bu mühərriklərdə zamanlama zənciri istifadə olunur, yəni kəmər dəyişmə problemi yoxdur. Vaxtında yağ dəyişimi və normal qulluqla bu mühərrikin 350-400 min km problemsiz işləməsi realdır və Optima TF üçün ən uzun ömürlü benzin variantı hesab olunur. Bir üst pillədə yerləşən 2.4 GDI mühərrik artıq daha güclüdür. Bu motor 180 at gücü və 211 Nm tork hasil edərkən şəhər istifadəsində 11-12 litr, trasda isə təxminən 8 litr yanacaq sərf edir. Burada mötərizə çara bir şey demək istəyirəm. Bizdə nədənsə GDI mühərrik dedikdə sırf dizel mühərriki nəzərdə tutulur, amma bu mühərrik benzinli mühərrikdir və GDI həm benzin, həm dizel mühərrikləri mövcuddur. Açılımı sadəcə gasoline direct injection, yəni yanacağın birbaşa püskürdülməsi deməkdir və dizel və ya benzin ilə heç bir əlaqəsi yoxdur. Bu mühərrikdə də zəncir sistemi mövcuddur, amma birbaşa injeksiya səbəbindən klapanlarda karbon yığılması riski var. Bu problem vaxtında təmizləmə və keyfiyyətli yanacaqla nəzarətdə saxlanılarsa, mühərrikin real ömrü 300-350 min km civarında olur. Ən güclü benzinli variant isə 2.0 turbo mühərrikdir. Bu motor 274 at gücü və 365 Nm tork hasil edir və Optimanı demək olar ki, sport sedanı çevirir. Şəhərdə 12-13 litr, uzun yolda isə 8-9 litr yanacaq sərf edir. Burada zamanlama zənciri istifadə olunur. Aqressiv sürülmədiyi və yağ dəyişimi gecikdirilmədiyi halda mühərrikin ömrü 250-300 min km görür. Performans qarşılığında daha çox diqqət tələb edən motordur və benzin mühərriklər arasında ən problemli olan da elə məhz budur. Dizel mühərrikləri keçəndə ilk olaraq 1.7 CRDI mühərrik görürük. Bu motor 136 at gücü və 325 Nm tork hasil edir. Yanacaq şəhər içi 6-6,5, trasda isə 4,5 və ya 5 litr sərfiyyat ilə çox qənaətcildir. Bu mühərrik zamanlama kəməri istifadə olunur və təxminən 90-100 min km-də dəyişilməlidir. Normal qulluqla motorun ömrü 350 min km-dən az deyil. Ən güclü və ən balanslı dizel variantı isə 2.0 CRDI mühərrikdir. Bu motor 184 at gücü və 392 Nm tork verir. Şəhərdə 6-5-7 litr, uzun yolda isə 5 litr ətrafı yanacaq sərf edir. Burada da zamanlama kəməri mövcuddur. Ömrü yenə 90-100 min km və vaxtında dəyişilməsi mütləq şəkildə vacibdir. Bu mühərrik 400 min km və daha artıq resursu ilə Optima TF-in ən möhkəm mühərriklərindən biri hesab olunur. İndi isə zəif cəhətlərinə qısa toxunaq. GDI mühərriklərdə karbon yığılması, avtomat sürətlər qutusunda yağ gec dəyişildikdə sarsıntılar, asqı elementlərində bizim yollar üçün tez aşınması və orta səviyyəli səs izolyasiyası bu modelin əsas zəif tərəflərindəndir. Qeyd edim ki, avtomobilin öndə McPherson, arxada isə çox linkli
bağımsız askı sistemindən istifadə edilib. Bunların hər ikisi çox yaxşıdır yol tutuşu və komfortu üçün, amma sərt amortizatorlarla birlikdə xüsusilə kələ-kötür yollarda diqqətli sürməyə amma bunun hamısı vaxtında qulluq və düzgün yanaşma ilə rahat şəkildə həll olunur. Komplektasiyalara gəldikdə isə Optima TF əsasən LX, EX və SX səviyyələrində təklif olunub. LX baza versiyadır, EX ən balanslı seçim, SX isə ən dolu və idman yönümlü variantdır. Ümumilikdə Kia Optima TF dizaynı ilə hələ də aktual qalan, komfortlu, geniş texniki cəhətdən başa düşülən və baxımlı olduqda uzun illər problemsiz xidmət edən avtomobildir. Təmiz nüsxə tapılsa, həm ailə, həm gündəlik istifadə, həm də uzun yol üçün çox düzgün seçimdir. Bu günlük də məndən bu qədər. Ümidvaram ki, video faydalı olmuşdur. Növbəti videolarda görüşmək üzərə, özünüzə yaxşı baxın.